Birinci məsələ. ABŞ-ın hansı prezidentləri Franklin Roosevelt'in yeni xətt proqramını davam elətdirir? Biri Harry Truman'dir. Biri Harry Truman'dir. Biri də ki Bill Clinton. Bill Clinton qarşı idi rəqəmətə proqramına, amma Franklin Roosevelt'in yeni xətt səsini dəstəkləyirdi. Harry Truman dövründə yaradılmış yeni dövlət idarələri var idi. Hansıları idi? Milli Təhlükəsizlik Şurası, bir də ki, Mərkəzi Kəşfiyyat Şurası. Harry Truman dövründə konstitusiyaya bir dənə əlavə edildi. Hər bir ABŞ vətəndaşı yalnız 2 dəfə prezident ola bilərdi. 2 dəfədən ola bilməzdi. Harry Truman xarici siyasəti necə adlanırdı? Yox, proqramdır. Xarici siyasəti adlanırdı necə? Atom diplomatiyası adlanırdı. Harry Truman'ın dövründə Harry Truman ilk dəfə olaraq konqresdə hansı məsələni qaldırdı? Yox. Afro-Amerikalılara seçki bərabərliyi, seçki hüququ verilməsi məsələsini qaldırdı. Əmlak bərabərliyi məsələsi qalxmadı, amma seçki hüququ məsələsini qaldırmağa nail oldu. Harry Truman'ı bildik. ABŞ-ın ilk katolik prezidenti John Kennedy'nin islahatlar proqramı necə? Yeni hüdudlar və ya da yeni üfüqlər. John Kennedy'nin SSR ilə müqaviləsi nə vaxt idi? Moskva müqaviləsi 63-cü il. John Kennedy'nin SSR və həmin Moskva müqaviləsi təkcə ABŞ-la SSR arasında deyildi. Orada Britaniya iştirak edirdi, bəli. Həmin müqaviləyə əsasən atmosferdə və suda nüvə silahlarının keçirilməsi dayandırılırdı, bəli. ABŞ prezidenti John Kennedy'nin dövründə əsas xarici siyasətdə məqsədlər nələr idi? Latin Amerikasına münasibətləri yaxşılaşdırmaq, sonra SSR ilə dünyada qüvvələr nisbətini ölçülərinə dəyişmək, SSR ilə kommunizmə qarşı mübarizə, beynəlxalq kommunizmə qarşı, bir də Qərbi Avropa ölkələrində əməkdaşlıq edib bunlarla münasibətləri yaxşılaşdırmaq. Sual: hansı ABŞ prezidenti Vyetnam müharibəsinə başlamışdır? Johnson. Hansı ABC prezidenti Vyetnam müharibəsini bitirmişdir? Nixon. 65-də Lyndon Johnson'a müharibəyə başladı. 73-cü ildə isə 75-də müharibə bitib, amma ABŞ qoşunlarının tərk edilməsi 73-cü ildə. Hansı ABŞ prezidentinin dövründə ABŞ-da enerji böhranı başladı? Yox. Nixon dövründə. Amma ölkəni enerji böhranından çıxardan Reagan oldu. Hansı ABŞ-ın prezidentinin dövrü 20-ci əsr ABŞ tarixinin ən uğurlu dövrü hesab edilir? Bill Clinton dövrü ABŞ tarixi 20-ci əsr ən uğurlu dövrü hesab edilir. Hansı ABŞ prezidenti Körfəz müharibəsində iştirak edib? Hansı ABŞ prezidenti Əfqanistana və İraqa qoşun yeritdi? Oğul Bush. Hansı ABŞ prezidentinin dövründə dünya iqtisadi böhranlardan qaldırmaq üçün Barack Obama 2009-cu ildə iqtisadi böhran proqramı elan etmişdir. İlk Afro-Amerikalı prezident idi. Hansı ABŞ prezidenti Şimali Koreya ilə Cənubi Koreya münasibətlər düzəltməyə cəhd edib və buna nail olmasa cəhd edib ən azından? Hansı ABŞ prezidenti öz prezidentliyinə qalmaqallı seçkilərlə hakimiyyətə gəldi? Oğul Bush'undur. Hansı ABŞ prezidenti seçkilərdə qanunsuzluğa görə istefa verir? Richard Nixon. O otorgiyada əhvalatına görə 1973-cü ildə impeachmentə məruz qalmışdır. Aydın oldu.